Məlum olduğu kimi, son sutka ərzində 50 minə yaxın qeyri-qanuni miqrant Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Ceuta Muxtar şəhərinə daxil olub. Miqrantlar həm quru, həm də dəniz yolu ilə hərəkət ediblər. Qafqaz.info xəbər verir ki, hökumət böhran vəziyyəti üzərində nəzarəti təmin etmək üçün Ceutaya əlavə hərbçilər və polis dəstələri göndərib. Ceutaya səfər edən İspaniyanın baş naziri Pedro Sanchez kütləvi miqrant axınını ölkəsinə qarşı hücum və ərazi bütövlüyünün pozulması adlandırıb. O, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hökumət tərəfindən bütün dövlət resurslarının səfərbər ediləcəyini bildirib. İtaliya və Finlandiya kimi Avropa ölkələri isə İspaniya ilə Şengen sazişinin qüvvəsini müvəqqəti dayandırmağa çağırıblar. Finlandiyanın Daxili İşlər naziri Mari Rantanin Madridi Şengen zonasının xarici sərhədinin etibarlı müdafiəsini təmin edə bilməməkdə və miqrasiya böhranına səbəb olmaqda ittiham edib. Xarici mediada və sosial şəbəkələrdə Ceutadakı son vəziyyəti əks etdirən görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.